seçkiler olacak. Həqiqətən prezident seçki bir neçə seçki var, ancaq ülkenin rəhbərin seçməsi əsaslardan biridir. Bu baxımdan bu çox ciddi bir kampaniyadır. Ölkə öz taleyini, vətəndaşlar öz taleyini kimə etibar eləməlidirlər. Yəni, bu çox ciddi məsələdir. Biz hamı istəyir ki, firavan yaşasın, hamı istəyir yaxşı yaşasın, hamı istəyir ki, əmin-amanlıqla yaşasın, hamı istəyir ki, onların iqtisadi durumu günü-gündən yaxşılaşsın. Bunun üçün biz səhv eləməliyik, düzgün seçim eləməliyik. Biz bilməliyik ki, nəyə gedir. Və bizim əlbəttə ki, bu seçki marafonunda 7 namizədimiz var. Bunların hərəsinin ayrı-ayrı həyatda uğurları var, hərəsinin müəyyən işləri var. Ancaq sözsüz ki, bunlar içində lider İlham Əliyev. Yəni, gəlin bunun mahiyyətinə inək ki, niyə görə İlham Əliyev? Bu 61 yaş, yəni 62 yaş artıq. Yəni, bu illər ərzində bunun həyat və fəaliyyəti. Bu, böyük bir ailədən olmuş. Heydər Əliyev məktəbindən dərs almış və onun tərbiyəsini görmüşdür. Onun siyasi mədəniyyətini görmüşdür. Və ondan sonra onun yanında təcrübə toplamış və Heydər Əliyev Azərbaycana həm Sovet vaxtı rəhbərlik eləyəndə, həm SSRİ baş nazirin birinci müavini olanda, həm də ikinci dəfə Azərbaycan rəhbərlik gələndə Naxçıvan hakimiyyət dövründə demək olar ki, bütün dövrlərdə İlham Əliyev onun yanında olmuşdur. Onun təcrübəsindən bəhrələnmişdir. Azərbaycan bu son dövrlərdə çox tarixi bir proseslər yaşayır. Yəni 90-cı ildə SSRİ-nin dağılması, 15 Respublikanın yaranması, AXC Müsavat hakimiyyəti ələ alması və ölkədə baş vermiş xaos, özbaşınalıq,